Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli, dördbucaqlılar mövzusundan 50-yə qədər gəlib çıxmışdıq. 51-də izahlarımızı davam etdirək. Başlamamışdan qabaq kanalımıza abunə olub bizi dəstəkləməyi yaddan çıxartmayın, zəhmət olmasa. Deməli, bismillah, 51-ci sualımız. Tərəfləri nisbəti 2/3 olan düzbucağlının perimetri 40 cm olarsa kiçik tərəfini tapın. Düzbucağlının tərəfləri 2/3 nisbətindədir. Nisbətdən də mən bilirəm ki, onda biri 2K, biri də 3K olur. Yəni, bura 2K-dır, burada 3K-dır. Təbii ki, burada 2K-dır, burada 3K-dır. Perimetri tapanda 2K-nın üstünə 3K-nı gəlib 2-yə vururlar və perimetr 40 çıxır. Onda bu tənliyi həll eləsəm, 5, 2-yə vuranda 10K, bərabərdir 40-a, K 4-dür. Kiçik tərəfini soruşduğuna görə, kiçik tərəfi 2K olduğuna görə 2 vurulsun 4. Cavab olur 8. C variantı 51. 52-ci çalışmamız. Düzbucağın diaqonalı 10, tərəfi 6-dır. Perimetrini deyir tap. Düzbucağın diaqonalı olsun 10. Tərəfinin biri 6-dır. Təbii ki, Pifaqor teoremindən buranın 8 olduğunu bilirəm. Onda perimetr 6 üstə gələk 8 vuraq 2. Bu da olur 28. C variantı. 53-cü sualımıza baxaq. Tərəfi bu olan düzbucağın diaqonalını tapın. Bir tərəfi 6-dır, bir tərəfi 8-dir. Təbii ki, bunun diaqonalı 10 olacaq. Nəyə görə? Pifaqor teoreminə görə. Düzbucaqlı, üstbucaqlı 6, 8, 10 olur. Başqa da bir şeyə görə deyil, yəni. 54-cü çalışma. ABCD düzbucaqlısında A bucağının tən böləni BC tərəfini 2 bərabər hissəyə bölüb. Deməli, belə bir düzbucaqlımız var. A bucağının tən böləni BC tərəfini 2 bərabər hissəyə bölür. Düzbucağın perimetri 48. Baxın. Məsələn, bu düzbucağın bu tərəfi A-dırsa, bu tərəfdə A-dır. Bu tən bölən olduğuna görə, bax, bura 45-45 olur. Bura 90-da, avtomatik bura da 45 olur. Onda bu A-dırsa, bura bir M nöqtəsi desəm, burada A olur. Nəyə görə? Çünki bərabər yanlı düzbucaqlı üstbucaqdır. İndi 2 bərabər dediyinə görə burada A-dır onda. Onda belə çıxır ki, burada 2A-dır. Perimetr necə tapılır? A ilə 2A-nı toplayıb 2-yə vuranda perimetr 48 çıxır. Buradan 3A vurulsun 2 bərabərdir 48-ə. 6A bərabərdir 48-ə. A bərabərdir 8-ə. Kiçik tərəfini soruşur, elə mən də kiçik tərəfini tapmışam. Cavab olur E variantı 54-cü sualımızda. 55-ci çalışma. Düzbucağın diaqonalı kiçik tərəfini 2 mislinə bərabərdir. Bu düzbucağının diaqonalları arasındakı iti bucağı tapın. Birinci şəkli çəkək. Baxın, həndəsə məsələlərini həll eləyərkən şəkilsiz məsələ eləmək olmaz. Qəti qadağandır. Bunu yaddan çıxartmayın. Mütləq şəkildə həndəsə məsələsi eləyirsənsə, şəkili çəkməlisən. Çəkmirsənsə, olmaz. Deməli, indi bir düzbucaqlıdır. Düzbucağın kiçik tərəfi diaqonalı kiçik tərəfin 2 mislidir. Kiçik tərəfə AA desəm və diaqonalı çəksəm, onda diaqonal 2A-dır. Mən bilirəm ki, bu 90-dır düzbucaqlı olduğuna görə. Onda avtomatik bura 30 dərəcə olur. Nəyə görə ay müəllim? Çünki əgər düzbucaqlı üstbucaqlı katetin biri A, hipotenuzda 2A-dırsa, onda 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabər söhbəti işə düşür. Və bizdən burada avtomatik 60 dərəcə olur. Diaqonallar arasındakı bucağı istədiyinə görə digər diaqonalı da çəkirəm. Diaqonallar arasındakı iti bucağı istəyir. Bax, bu bucağı. Təbii ki, indi bura 30-dursa, onda burada 30 olacaq. 30-30 bu təpə bucağı nə qədər olacaq? 120. Bunun qonşusu 60.
diaqonallar arasındakı tip uzaq olacaq 60 dərəcə D variantı. 56-cı çalışmamız. 56-da deyir ki, düzbucaqlının diaqonalları onun bucağını 1/2 nisbətində bölür. Bu düzbucaqlının kiçik tərəfi 18 olarsa, diaqonalı da olacaq 36. Nəyə görə? Elə bundan əvvəlki çalışmada dediyimiz söhbətə görə. Baxın, düzbucaqlının diaqonalı onun bucağını 1/2 nisbətində bölür. Yəni, bax, bura K-dır, bura 2K-dır. Onda 3K bərabərdir 90-a, K 30-dur. Bunun kiçik tərəfi də 18-dir. Yəni, bura 18-18-dir. Mən də K-nı 30 tapdım, deməli, bura 30 dərəcədir. 30 dərəcənin qarşısındakı 18-dirsə düzbucaqlı üstbucaqdır. Bu hipotenuz nə olacaq? Yəni, diaqonal olacaq 36, 2 misli. O da olur A variantı. 57. Deməli, bura 5-dir, bura 13-dürsə, Pifagor teoreminə görə AD-nin kvadratı üstə gəlinsin 5-in kvadratı bərabərdir 13-ün kvadratına. Buradan AD kvadratı bərabərdir 169 çıxılsın 25. Buradan AD kvadratı bərabərdir 144-ə. AD 12-dir. Bizdən perimetri soruşur. 12 üstə gəlinsin 5, vurulsun 2. Bu da olur 34. Bu olur E variantı. 57. 58. Diaqonalı 15 olan düzbucaqlının uzunluğu 12 cm olarsa, bax, yenə də bir düzbucaqlı var. Bu düzbucaqlının diaqonalı 15-dir. Uzunluğu da 12-dir. Burada bir A desəm, A kvadratı üstə gəlsin 12-nin kvadratı bərabərdir 15-in kvadratına. Buradan A kvadratı bərabərdir 225 çıxılsın 144. A kvadratı bərabərdir 81. A 9-dur. Əgər burada 9-dursa, onda perimetri tapanda 9 üstə gəlsin 12, vurulsun 2 olur 42. Doğru D variantı. 58. 59-cu çalışmamız. Belə bir şəkil verib bizə. SE tənböləndir. Gəl bu şəkli özümüz çəkək. Deməli, A, B, C, D belə bir xət çəkib. E-dir. Bura X-dir, burada X plus 1-dir. Deyir ki, SE tənböləndir, AD 3-dür. Bura 3-dürsə, bura da 3-dür. İndi bax, bu SE tənböləndirsə, bu da düzbucaqlıdırsa, onda bura 45-dir. Bura da 45-dir. Onda belə çıxır ki, bura da 45-dir da. 90-da axı. Onda 3 bərabərdir X plus 1-ə. X deməli 2-dir. X 2-dirsə, AB-nin içində X üstə gələk X plus 1 var. Yəni 2X plus 1 var. Yəni 2 vurulsun 2 plus 1 var. O da olur 5. Perimetrin soruşduğuna görə AB-ni 5 tapdım. SB də 3-dür. Toplayıb 2-yə vuracaqsan. Cavab olacaq 16. B variantı. 60-cı sual. Deməli, AB X plus, mən bilirəm ki, AB-nin kvadratı üstə gələk BC-nin kvadratı bərabərdir AC-nin kvadratına. Çünki düzbucaqlı üstbucaqla söhbət gedir. Düzdür. Deməli, AB X plus 3-dür, bunun kvadratı üstə gəlinsin BC də X-dir, X-in kvadratı bərabərdir AC də kök altı 65-dir, bunun kvadratı. Bunu açsam, X kvadrat üstə gəlsin 6X üstə gələk 9 üstə gəlsin X kvadratı bərabərdir 65-ə. Bir tərəfə keçirsəm, 2X kvadrat üstə gəlsin 6X üstə gələk 9 çıxaq 65 bərabər 0. Buradan 2X kvadrat üstə gəlsin 6X çıxılsın 56. Hamısını 2-yə bölsəm, X kvadrat plus 3X minus 28 bərabər 0-a. Viet teoremi ilə bunun kökünü tapsam, X1 üstə gəlsin X2 mənfi 3-ə.
x1 vurulsun x2 isə 28-ə bərabərdir, mənfi. Bu da hansı iki ədəddir? 7 ilə 4. x2 bərabərdir 4. Özü də mənfi 7, müsbət 4. Təbii ki, mənfi 7 tərəf ola bilməz. Müsbət 4 ola bilər. Bizdən perimetrini istəyir. Deməli, AB x plus 3-dür. 4 plus 3 olur 7. Düzdürmü? BC də elə x-dir, yəni 4-dür. Perimetri tapanda 4 ilə 7-ni toplayıb 2-yə vursam olacaq 22. Bu da olacaq C variantı. 61-ci çalışma. Deyir alfanı tap, düzbucaqlısında ACBD diaqonal. Mən bilirəm ki, bura 25-dirsə, bu A-dır, bu A-dır, bu A-dır, bu A-dır. Düzbucaqlının diaqonallar kəsişmə nöqtəsində yarıya bölünür. İndi bu 25-dirsə, 25-in qonşusu olur 65. Çünki cəmsi 90 eləməlidir, düzdür. Onda ilə alfada 65 olur. Çünki bərabər yanlı düzbucaqdan söhbət gedir. Doğru E variantı 61-ci sualımız. 62-ci çalışma. Deməli, bu tənbölən olduğuna görə bura 45-dirsə, bura da 45-dir, bura da 45-dir. Onda bərabər yanlı düzbucaqlı alınır. Deməli, bu 9-dur. Bu da 9-dur. Çünki hipotenuzu 9 kökdə 2 olub. Onda belə çıxır ki, bunun perimetri 9 üstə gəlinsin 14, vuraq 2 olacaq. Bu da olacaq 26. 9 üstə gəlinsin. Bizə də az oldu elə bir, hə? 9 üstə gəlsin 14, nə eləyir? 23, 2-yə vuranda 46. C variantı 62-ci sualımız. Növbəti sualımıza baxaq. 63. Yenə də bax uşaqlar, bura 7-dirsə, bura da 7-dir. Bu 45-dirsə, bu da 45-dir. Bura 90-dır, avtomatik bura da 45 olur. Onda BE-də nə olur? 7. Bizdən EC-ni soruşur. BC 12-də axı bütöv. Ona görə də 12-dən çıxıram 7-ni, cavab eləyir 5. C variantı 63-cü sualımız. 64-cü çalışma. Deməli, bizə deyir ki, belə bir düzbucaqlı vermişəm sənə. Adı A, B, C, D düzbucaqlısıdır. Və bu tənböləndir, səhv eləmirəmsə, çünki elə deyir. CE tənböləndir, yəni bura 45, 45-dir. Bura da 45-dir onda, bura 90-dır, zaten məlumdur. AD 6-dır, bax, bura 6-dırsa, bura 6-dır, bura da 6-dır, çünki bərabər yanlı düzbucaqdan söhbət gedir. Bura da E-dir. AE-ni də verib 4. Onda AB olur 10. Perimetrini soruşduğuna görə 6 üstə gəlinsin 10. Vuraq 2. Bu da olur 32. B variantı. Növbəti sualımız 65. 3 tərəfinin cəmi 12 olan kvadratın perimetrini tap. Kvadratın bütün tərəfi eynidir. Onda 3A 12-dirsə A 4 olur. Perimetri də 4A olduğuna görə 4 vuraq 4, 16 olur, o da olur C variantı. Sonra 66. 66-da deyir ki, tərəfi 8 olan kvadratın diaqonalını tap. Kvadratın diaqonalını tapmaq üçün tərəfi 8-dirsə, diaqonalı bunun kökdə 2 misli olur. Niyə? Çünki bərabər yanlı düzbucaqdan söhbət gedir. D bərabərdir 8 kökdə 2. Doğru C variantı. 67-ci çalışma. Deməli, kvadratın diaqonalları arasındakı bucağı tapın. Kvadratın diaqonalları qarşılıqlı perpendikulyar olduğuna görə diaqonallar arasındakı bucaq 90 dərəcə olur. 68. Perimetri 24 olan kvadratın diaqonalını tap. Perimetri 24 isə 4A bərabərdir 24-ə. Onda A bərabərdir 6-ya. Diaqonal da tərəfin kökdə 2 mislidir. Ona görə də 6 kökdə 2 olur. B variantı. 69-cu sual.
Yalnız iki tərəfi paralel olan dördbucaqlı təbii ki trapesiyadır. Bunu 5-ci sinifdən bilirik biz. Yalnız iki tərəfi paralel olan dördbucaqlı trapesiyadır. Trapesiyanın yan tərəfində bitişik bucaqlarının cəmi, trapesiyanın yan tərəfində bitişik bucaqlarının cəmsi 180 dərəcə olur. Bunlar hamısı qaydada, özdə sübuta yetirilmiş qaydadır. Böyle variantı. 71-ci çalışma. Trapesiyanın ən kiçik bucağı 36 dərəcə olarsa, ən böyük bucağını tapın. Gəl mən bunu sənə təsvir edeyim. Trapesiyanın ən kiçik bucağı, deyək ki, bu 36-dırsa, ən böyük bucağı təbii ki, bu tərəfə bitişik olan bu bucaq olacaq. Bunların da cəmsi 180 olduğuna görə 180-dən çıxacaqsan 36 olacaq 144. Deyə bilərsən ki, müəllim, bəlkə buradakı bucaq da ən böyük ola bilməz. Çünki ən kiçik bucaq budursa, bu olmalıdır ən böyük. Yəni, buradakı bucaq artıq 36-dan böyük olacaq. Məsələn, 40 olacaq. Onda bura avtomatik 140 olmağa məhkumdur. Aydındır. Ona görə də cavab olur 144. B variantı 71. 72-ci çalışmamız. Oturacağı bu olan trapesiyanın orta xətti. Trapesiyanın orta xətti oturacaqlar cəminin yarısıdır. 8-ə bərabər olur. 73. Oturacağı bu olan trapesiyanın orta xətti. Yenə də oturacaqlar cəminin yarısıdır. Bu da 5 olur. 73. 74. Orta xətti 12, trapesiyanın kiçik oturacağı 8-dir, böyük oturacağını tap. Baxın, belə bir trapesiyadır. Orta xəttin verib, nə qədər verib? 12. Kiçik oturacağı 8-dir. Böyük oturacağından da x deyirəm. Mən bilirəm ki, 8 ilə x-in cəminin yarısı orta xəttə bərabərdir. Buradan 8 üstə gələ x 24. X bərabərdir 16. Cavab olur D variantı. 75. Oturacaqları 18 və 4 olan trapesiyanın diaqonalının ortaq nöqtələri arasında diaqonallarının orta nöqtələri arasındakı məsafə neçə santimetrdir? Bunun da qaydası var. Gəl onu da göstərim sizə. Deməli, söhbət nədən gedir? A, B, C, D trapesiyadır. Bu da trapesiyanın orta xəttidir. AC ilə BD də trapesiyanın diaqonallarıdır. Bura deyək M-dir, burada N-dir. Bax, bizdən istənən bu MN parçasının uzunluğudur. Diaqonalların orta nöqtələr arasındakı məsafə. Bunu tapmaq üçün nə edirlər? Böyük oturacaqdan kiçik oturacağı çıxırlar. Bu 18-dir, bu da 4. 2-yə bölürlər. MN bərabərdir. 18 çıxılsın 4 bölünsün 2. Bu da eləyir 7. B variantı. Deyək ki, onu bilmədin. Nə edəcəksən? Bura 4-dürsə, onda bura olur 2. Bax. Bura K, F yazıram. MK olur 2. Çünki 3 bucağın orta xəttidir. ABC 3 bucağın orta xəttidir bu. Eyni zamanda NF də 2 olur. Deməli, sən orta xəttdən neçə çıxmalısan? 2 plus 2-ni 4. Orta xəttdə necə tapılır? 18 plus 4 bölünsün 2. Olur 11. 11-dən 4 çıxanda yenə də həmin 7-ni tapa bilərsən. Yetər ki, sən düşün. Düşündükcə hər şeyi həll edəcəksən. 76. Trapesiyanın oturacaqları 4-10-dur. Bu trapesiyanın orta xəttinin diaqonallar arasında qalan parçanın uzunluğu dediyim kimi 10 çıxılsın 4 bölünsün 2. Cavab olur 3. Bir də şəkil çəkib göstərmədiyim eyni şeydir. 77. 77. Hani 77. Aha. İti bucağı 55 olan bərabəryanı trapesiyanın kör bucaqlarının cəmini tapın. Deməli, əgər trapesiyanın iti bucaqları 55-dirsə, bu 55-dir, bu da 55-dir. Cəmsi edir 110.
Trapesiyada dördbucaqlı, daxili bucaqların cəmsi 360-dır. 360-dan da 110 çıxanda 250 dərəcə. Körbucaqların cəmsi 250 dərəcə E variantı. 78-ci çalışma. Perimetri 40, orta xətti 12 olan bərabəryanlı trapesiyanın yan tərəfinin uzunluğu tapın. Bax, bərabəryanlı trapesiyadır. Perimetri 40-dır. Orta xətti 12-dir. Bunun orta xətti 12-dirsə, bu A ilə B. A ilə B-nin cəmsi 24-dür. Oturacaqlar. Yan tərəfə də CC desəm, 40-dan çıxacaqsan 24-dür, olacaq 16, yan tərəflərin cəmi. 16-nı da bölüb 2-yə tapacaqsan ki, yan tərəfi 8-dir. Bu da olur E variantı. 78-ci sualımız. 79-cu çalışma. Bərabəryanlı trapesiyanın oturacağı 6 və 12-dir, hündürlüyü də 4-dür, yan tərəfi tap. Deməli, belə bir bərabəryanlı trapesiyadır. Bu bərabəryanlı trapesiyada deyir ki, 79 axırda. Oturacağı 6 və 12-dir. Bura 6-dır, bura 12-dir. Hündürlüyü də 4-dür. Bax, buradan bir hündürlüyü indirirəm. 4. Buradan da bir hündürlüyü indirirəm. 4. Bura 6 olduğuna görə bu hissə 6-dır. Onda 12-dən çıxıram 6 bölürəm 2-yə. Olur 3. Bu hissələr 3. 3-dür. İndi bu düzbucaqlı üstbucaqlığı. Yan tərəfi tapanda Pifagor teoreminə görə bura olur 5. Bizdən də yan tərəf soruşurdu, E variantı. 80-ci sualımız. Düzbucaqlı trapesiya yan tərəflərindən biri oturacaqlara perpendikülər olan trapesiyadır. Söhbət bu trapesiyadan gedir. Düzbucaqlı trapesiyanın oturacaqları 6 və 12-dir. Bu 6-dır, bu 12-dir. Sonra kiçik yan tərəfi isə 8-dir, bu da 8-dir. Tamam, onda mən buradan bir hündürlük endirsəm, təbii ki, bu da perpendikülər idi, bu düzbucaqlı trapesiyadan söhbət edir, onda bu da 8 olur. Bütöv 12 idi deyə, bu hissə 6-dır axı. 12-dən 6 çıxanda bura nə qalır? 6. Qalır bu yan tərəf, bu da Pifagor üçlüyündən 10 olur. Böyük yan tərəfi tap 10, cavab olur A variantı. 81-ci çalışma. Daxilinə çevrə çəkilmiş dördbucaqlının iki qarşı tərəfinin cəmi 6 olarsa perimetri 12. Nəyə görə ay müəllim? Çünki sən bilməlisən nəyi daxilinə çevrə çək, o dördbucaqlıların daxilinə çevrə çəkmək olar ki, onun qarşı tərəflərinin cəmi bərabər olsun. Yəni bunun iki qarşı tərəfinin cəmi 6-dırsa, məsələn atıram, bura bir dənə dördbucaqlı çəkirəm. Görürsən? Deyəcəksən ki, müəllim bu romdur, nədir? Hər hansı dördbucaqlıdır. A, B, C, D tərəfləri. Bax, məsələn, A ilə C-nin cəmsi 6-dırsa və bunun daxilinə çevrə çəkmək mümkündürsə, onda B ilə A ilə C-nin cəmsi nədirsə, B ilə D-nin cəmsi də eyni şeydir. Səndən perimetrin istədiyinə görə, qarşı tərəflərin cəmi hərəsi 6 olduğuna görə 2 vuraq 6, cavab olacaq 12, o da olacaq A variantı 81-ci sualımızda. 82-ci sual. 3 tərəfi bu olan dördbucaqlının daxilinə çevrə çəkilmişdir. 4-cü tərəfin ən böyük qiymətini tapın. Təsəvvürlə bir dənə dördbucaqlı var yenə. 3 tərəfi bunun 2, 4, 5 belə də ola bilər. Onda 2 ilə 5-in cəmsi 7 eləyir. 4 ilə də x-in cəmsi 7 eləməlidir. 7 bərabər 4 plus x, buradan x 3-dür. Ya da belə ola bilər. Bax, yenə çəkirəm bir dənə başqa bir dördbucaqlı. Bax, 4 bura olar, 5 bura olar, 2 bura olar, burada x olar. X ilə 2-nin cəmsi 4 ilə 5-in cəmsinə bərabər olmağa məcbur qalar. Buradan x üstə ilə 2 bərabər 9, x bərabərdir 7 olar. Böyük qiymətini istədiyinə görə mən 7-ni seçəcəm. Təbii ki, E variantı 82. Sonra 83-cü çalışmamız.
Xaricinə çevrə çəkilmiş ABCD dördbucaqlısının A bucağı 80-dirsə, C bucağı da 100-dür. Nəyə görə? Çünki xaricinə çevrə çəkilmiş dördbucaqlıları, o dördbucaqlıların xaricinə çevrə çəkmək olur ki, o dördbucaqlıların qarşı bucaqlarının cəmi 180 olsun. Yəni, bura 80-dirsə, məcburdur bu C bucağı da 100 olsun ki, qarşı bucaqlarının cəmsi 180 versin ki, xaricinə çevrə çəkmək olsun. Ona görə cavab olur C variantı. 84-cü çalışmamız. Rombun hündürlüyü 8 cm olarsa, daxilinə çəkilmiş çevrənin radiusunu tapın, o da olur 4. Niyə? Çünki rombun hündürlüyü onun daxilinə çəkilmiş çevrənin diametrinə bərabərdir. Yəni 8 bərabərdir diametrə. Diametrdə 2 radius olduğuna görə R bərabərdir 8 bölünsün 2, o da olur 4. 4 da olur nə variantı? D variantı 84-cü sualımızda. 85-ci çalışma. Tərəfi 12-16 olan düzbucaqlının xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Sən bilməlisən ki, düzbucaqlının xaricinə çəkilmiş çevrə, düzbucaqlının xaricinə çevrə çəkəndə, bax gör nə baş verir. Düzbucaqlının xaricinə çəkilmiş çevrənin diametri düzbucaqlının diametri ilə eyni olur. İndi bunun tərəfi 12, 16-dırsa, onda D kvadratı bərabərdir 12-nin kvadratı üstə gələk 16-nın kvadratı. Buradan D kvadratı bərabərdir 144 üstə gəlinsin 256. D kvadratı bərabərdir 400-ə. D bərabərdir 20. Diametr 20-dir. Bizdən də radiusunu istədiyinə görə 20 bölünsün 2 bərabərdir 10-a. Cavab olur A variantı. 85. 86. Perimetri 40 olan kvadratın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Kvadratın daxilinə çəkilmiş çevrənin diametri kvadratın tərəfinə bərabər olur. Kvadratın perimetri 40 olduğuna görə 4A bərabərdir 40-a, A bərabərdir 10-a. Deməli, diametr bərabərdir 10-a, onda radius bərabərdir 10 bölünsün 2, yəni 5. Cavab olur D variantı 86-cı sualımızda. 87-ci çalışma. 87-ci çalışmada deyir ki, diagonalı 16 cm olan kvadratın xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Kvadratın xaricinə çəkilmiş çevrənin diametri kvadratın diametri ilə eyni şeydir. Bax, bunun diametri kvadratın diametri ilə eyni şeydir. Onda D bərabərdir 16-ya, R də bərabərdir 16 bölünsün 2, 8-ə. Olur C variantı. 88-ci çalışma. Perimetri 16 olan trapesiyanın daxilinə çevrə çəkilmişdir. Bu trapesiyanın orta xəttini tapın. Biz bilməliyik ki, trapesiyanın daxilinə çevrə çəkilibsə, onda onun qarşı tərəflərinin cəmi bərabərdir. Ona görə də 36-nı bölürəm 2-yə, olur 18. Deməli, trapesiyanın qarşı tərəflərinin cəmi, məsələn, A, B, C, D-dirsə, A ilə C-nin cəmsi bərabərdir B ilə D-nin cəmsinə, bərabərdir 18-ə. Orta xətti də tapanda L bərabərdir B plus D bölünsün 2 olmalıdır. 18 bölünsün 2 bərabərdir 9. D variantı 88. Növbəti sualımız 89. Deməli, ABC trapesiyasında orta xətt MN 8-dir. Tamam, bu 8-dir. AD 10-dur. BC-ni tap, X desəm. X plus 10 bölünsün 2 bərabərdir 8-ə. X plus 10 bərabərdir 16-ya. X bərabərdir 6-ya. Cavab olur C variantı 89-da. 90-cı çalışmamız. Deməli, trapesiyadır. AB bura 8-dir. Düzdür. MN orta xəttdir. Bizə də deyir ki, MN çıxılsın FK bərabərli sual. Biz bilməliyik.
MN-dən bax bu hissəni çıxanda hara qalır? Qalır bu hissə, bir də bu hissə, bu göy hissələr. Bu göy hissədə 4-dür, burada 4-dür. Niyə ay müəllim? Çünki bu üçbucaqda orta xətti da 8 buradırsa, bura 4 olmalıdır. Eyni qaydada bu üçbucaqda da bu 8-dirsə, bura olmalıdır 4. Deməli, məndən istədiyi cavab 8-dir da. O da olur E variantı. 90-cı sualımız. Növbəti sualımız 91. Bərabəryanlı trapesiyanın kör bucaqlarının cəmsi 280-dir. İti bucağını tapın. Baxın, bərabəryanlı trapesiyadır. Kör bucaqların cəmsi 280-dir. 282-yə bölünəm olur 140. Bax, bu 140-dır, bu da 140-dır. Çünki bərabəryanlı trapesiyanın oturacağı bitişik bucaqlar bərabər olur. Amma yuxarı oturacağı bitişik bucaqlar 1, aşağı oturacağı bitişik bucaqlar da 1 bərabər olur. Onda bu da 40-40 olur da məcbur. Cavab olur A variantı 91-ci sualımızda. 92-ci çalışma. Deməli, bura 30 dərəcədir. AB bərabərdir, BC bərabər CD olarsa, bucaq ABC-ni tapın. A, B, C. Söhbət bax bu bucaqdan gedir. Deməli, AB buna A desəm, BC buna da A desəm, CD buna da A desəm, düzdür. İndi mən nə eləyə bilərəm burada, nə fikirləşə bilərəm? Bura 30 dərəcədir də, düzdür. Bərabər yanıldı axı bu. 30 dərəcə olduğuna görə, bu AA olduğuna görə burada avtomatik 30 olur. Deyəcəksən ki, müəllim, əvvəlki 30 hardan dedim, buranı nəyə görə 30 dedim? Paralel düz xətlərin kəsənlə əmələ gətirdiyi bucaq olduğuna görə 30 dedim. Bunda burada 30-dur, çünki bu tərəfli, yan tərəflər bərabər olan bərabər yanlı üst bucağa aiddir. Onda təpə bucağı nə olur? 180 çıxılsın 60 olur 120 dərəcə. ABC bucağı 120 dərəcə C variantı. 92-ci sualımız. 93-cü tapşırıq. Deməli, belə verib bizə BD-ni deyir tapın. Bizdən soruşur BD-ni, tamam. Bərabər yanlı trapesiyadır. BD-ni tapın. Mən buradan BD-ni birləşdirdim. Buradan da bir hündürlük çəkdim. Hündürlük çəkəndən sonra nə baş verdi? Baş verən nə oldu ki, gəl onun şəklini çəkək. Çünki burada getməyəcək. 93. Deməli, səbirli və diqqətli şəkildə bunun bir şəklini çəkək. Sağlıq olsun. Aha, bax bu 10-dur, bu 10-dur, bu 9-dur, bura 21-dir. Mən buradan bir hündürlük çəkirəm. Bir hündürlüyü də buradan çəkirəm. Bax, bu hissə 9-da axı, düzdür. 21-dən çıxıram 9, bölürəm 2-yə. Olur 6. Bax, bura 6-dır. Düzdürmü? İndi mən axtarıram, burada 6-dır həmçinin. Mən axtarıram bunu. Deməli, A, B, C, D. İndi fikir verin, bu üçbucaq, burada bir dənə M yazıram. BM, C-yə. Pifagor teoremi var burada. BM-in kvadratı üstə gələk 6-nın kvadratı bərabərdir 10-un kvadratı. Buradan BM-in kvadratı bərabərdir 100 çıxaq 36 eləyir 64. BM 8-dir. BM 8-dirsə, artıq bu da var axı əlimdə. DM. DM də bərabərdir 21 çıxaq 6. 15-ə. Təzədən üçbucaq. Hansı üçbucaq? BDM-də Pifagor teoreminə görə MD-nin kvadratı üstə gəlinsin BM-in kvadratı bərabərdir BD-nin kvadratına. MD-ni tapmışam 15-dir, 15-in kvadratı. Üstə gəlinsin BM 8-dir, 8-in kvadratı bərabərdir BD-nin kvadratına. Buradan BD kvadratı bərabərdir 225, üstə gələk 64. Bu da 289 edir, o da 17-nin kvadratıdır. Cavab olur 17. Bizdən də BD-ni soruşurduq. D variantı 93-cü sualımız. Növbəti sual 94.
94-də deyir ki, belə bir düzbucaqlı trapesiya verir. Bax. Bizdən nə istəyir? AD-ni. Mən nə edirəm? Buradan bir hündürlüyə indirərəm. Bura 6-dır. Bura 12-dir də, düzdür. Söhbət bura qədər olan hissədən gedir. Bura bir dənə M desəm. Bax, AM 12-dir. Düzbucaqlı üstbucaqda düzbucaq təpəsindən hipotenuza endirilmiş hündürlüyə görə CM-in kvadratı bərabərdir. AM vurulsun MD. CM var, 6-nın kvadratı bərabərdir. AM 12-dir, vuraq MD. Buradan MD bərabərdir, 36 bölünsün 12. MD bərabərdir 3-ə. Bizdən də AD-ni soruşduğuna görə 12 üstə gəlinsin. 3, cavab olar 15. Bu da var A variantı. Sonra 95-ci sual. 95-ci çalışmada deyir ki, bura 80, bura 40, bərabər yanlı trapesiya hətta. Bizdən soruşur DAC. DAC. Bax, bizdən bu bucağı soruşur. İndi mən sənə deyim, bura 80-dirsə, bütöv bu bucaq, deməli nə olacaq? 180 çıxılsın, 80 üstə gələk 40. Olacaq 60. Və o bucağın bu hissəsi 40 dərəcədir. Çünki bu da 40 daxil. Ona görə də 60-dan da çıxsan 40-ı cavab alacaqsan. Onun soruşduğu bucaq DAC bucağı 20 dərəcə. C variantı 95. 96-cı çalışma. ABCD deməli KF orta xətti. FE bərabərdir EK. Tamam. O da öz yerində. AL 8-dir. Bura 8-dir. LB bura 2-dir. Düzdür. Bir şey gəlmədi ağlıma. 96-nın şəklini burada çəkim. Bir də ilə baxaq. 96. Aha. A, D, C, B. Bu orta xəttdir. Bunu da belə çəkib sağ olsun. Aha. Tamam. Tapdım. Ağlıma gəldi bir şeylər. Şəkli təzədən çəkəndə baş daha yaxşı işləməyə başlayır. Nə gəldi ağlıma? Bax, buranı 8 verib, buranı 2 verib. Bu orta xətt daxı. Bura 8-dirsə, bu üç bucağın orta xəttidir. Bu K-dır. Bunu da qarı ilə yazım. K-dır, E-dir, F-dir. Bax, bu 8-dirsə oturacaq. Onda bura 4 orta xətt olduğuna görə, bax, yenə də deyirəm. Bu orta xətt olduğuna görə üç bucağın K, E bərabərdir 4-ə. İndi bu 4-dirsə, bu da 4 daxı bir-birinə bərabərdir. Aydındır. Bizdən DC-ni soruşduğuna görə artıq orta xətt var, oturacağın biri var. DC üstə gəlinsin 10, oturacaq 10-dur. Bölünsün 2 bərabərdir 8-ə. Buradan DC üstə gəlinsin 10 bərabərdir 16. DC deməli nədir? 6-dır. Əla. 96B. Növbəti sualımız 97-ci sual. Orta xətti 8 olan trapesiya verilmişdir. Diagonalları orta xətti 3 bölünsün. Diagonal orta xətti 3 bölək 5 nisbətində bölür. Deməli, oturacaqları tapaq problem yoxdur. Bir dənə trapesiyadır. Belə bir trapesiyadır. Təbii ki, bundan daha səliqəlidir yəqin ki. Aha. Deməli, orta xətti budur. Bu da diagonaldır. Diagonal orta xətti 3K-nın 5K-ya bölür. İndi orta xəttin ümumi uzunluğu 8 olduğuna görə, çünki orada verib. Buradan 8K bərabərdir 8. K 1-dir. K 1-dirsə, deməli, bura 3-dür. Burada elə 5-dir.
İndi bax, bu üçbucaq üçün bu 3 orta xətt axı. Onda bura 3-dürsə, bura 6-dır. Eyni şey bu üçbucaq üçün də demək olar. Bu üçbucaq üçün də bu orta xəttdir 5. İndi ora 5-dirsə, onda burada 10-dur. Oturacaqları tapın. Olur 6, 10. C variantı. 98. Deməli, BC, BCD. Deməli, AB, bura A desəm, BC, bura A desəm, CD, burada A-dır. Bura 30-dur təbii ki, onda burada 30-dur. Onda bu da 30 olur, bayaqçı kimi. Bu bucaq neçə dərəcə olur? 120 dərəcə. Bu bucaq da 120 daxı. 30 o hissəsidir. 120-dən 30 çıxanda bura qalır 90. BCD, BCD. Bu 120-ni soruşurmuş bizdən. Cavab olur A variantı. 98-də. 99. Bərabəryanlı trapesiyanın yan tərəfi orta xəttinə bərabər perimetr. Deməli, bərabəryanlı trapesiyadır. Bərabəryanlı trapesiyanın yan tərəfi orta xəttinə bərabər, perimetri isə 24. P bərabərdir 24-ə. Məsələn, bu A-dırsa, düzdür. Bərabəryanlı trapesiyanın yan tərəfi orta xəttinə bərabər. Yan tərəfdə A, A-dır. İndi mən bilirəm ki, bu M-in oturacaqlardırsa, M plus N bölünsün 2 A-ya bərabərdir. Onda M plus N nəyə bərabərdir? 2 A-ya. İndi perimetri tapanda M plus N plus yan tərəflərdə AA. Belə tapılmırdı perimetr. İndi M-nin əvəzinə 2A yazsam, 2A da burada var, bərabərdir 24-də perimetrə. Buradan 4A bərabərdir nəyə? 24-də. A bərabərdir 6-ya. A bərabərdir 6-ya. Biz yan tərəfini tapın, o da olur 6B variantı. 60 nə idi? 100. Deməli, belə bir şəkil var. Düzbucaqlı trapesiyadır. Bura 12-dir, bura x-dir, bura 5-dir, burada 10-dur. Bizdə deyir x-i tap. Mən buradan bir hündürlüyü endirirəm, təbii ki. İndi bu 12-dirsə, bu hündürlüyü də 12 olacaq. Çünki bu da 90-dır, bu da. 15-dən çıxıram 5. Çünki bura daha doğrusu 10-dan 5 çıxıram, burada 5 qalır. Pifagor teoreminə görə 12-nin kvadratı üstə gəlir 5-in kvadratı bərabərdir x-in kvadratına. 144, 25, x kvadratı bərabərdir 169-a, x bərabərdir 13-ə. Cavab olur C variantı 100-cü sualımız. Belə, bu da olsun bizim növbəti 50 sualımızın izahı. Kanalımıza abunə olub bizi dəstəkləməyi, fikirlər bildirməyi yaddan çıxartmırıq. Uğurlar, zehniniz açıq olsun. Növbəti izahlarda görüşərik. Sağ olun.